Salam əziz şagirdlər, əziz abituriyentlər. İzah edəcəyim mövzu adjective clause, digər bir adıyla isə noun clause-dur. Adjective clause təyin budaq cümləsi kimi dilimizə tərcümə olunur. Nədir adjective clause? Cümlədə bir ismi və ya əvəzli izah edən, onu təsvir edən budaq cümlədir. Yəni sifət kimi işlənir, amma söz deyil, yəni cümlə şəklində olur. Adjective clause nədir? Adjective clause bir ismi daha ətraflı izah edir və adətən onun ardınca gəlir. Məsələn, deyə bilərik ki, the boy who is wearing a blue shirt is my brother. Mavi köynək giyinən oğlan mənim qardaşımdır. Burada who is wearing a blue shirt boy sözünü izah edir və adjective clause hesab olunur. Adjective clause cümlədə necə tanınır? Deyə bilərik ki, aşağıdakı bağlayıcılar vasitəsilə işlənir. Who kim deməkdir və insanlar üçün istifadə olunur. Mübtəda rolunda çıxış edir və özündən sonra xəbər gəlməlidir. Whom kimi deməkdir. İnsanlara vəzir eləyir. Əsasən tamamlıq funksiyası daşıyır. Yəni özündən sonra mübtəda xəbər gəlməlidir. Tamamlığı təyin eləyir burada. Whose kimin deməkdir. Mülkiyyət bildirir, sahiblik bildirir. Yəni özündən sonra isim gəlməlidir. Which hansı ki deməkdir, əşyaları, heyvanları əvəz edir. That həm insanlar, həm də əşyalar üçün istifadə olunur. Where harada kimi tərcümə eləyə bilərik və yer bildirən isimlər üçün istifadə olunur. When nə vaxt, nə zaman kimi tərcümə olunur və zaman bildirən isimlər üçün istifadə eləyirik. Why isə biz təsadüfən bundan istifadə eləyəcək. Niyə səbəb bildirən, niyə kimi tərcümə olunur və səbəb bildirən isimlər üçün istifadə eləyirik. Nümunələrə baxırıq. The girl who lives next door is very kind. Yan evdə yaşayan qız çox mehribandır. Who lives next door? Burada girl sözünü izah edir. The book that I bought yesterday is interesting. Dünən aldığım kitab maraqlıdır. Burada that I bought yesterday artıq kitab sözünü izah edir. The man whose car was stolen called the police. Maşına oğurlanan kişi polisə zəng vurdu. Whose car was stolen artıq the man sözünü izah edir. This is the place where I was born. Bu mənim doğulduğum yerdir. This is the place where I was born. Doğulduğum yeri. Artıq yeri izah eləyir. Do you remember the day when we met? Görüşdüyümüz günü xatırlayırsan? When we met. Burada artıq day sözünü izah eləyir. Adjective clause-un qısa forması, yəni reduced formaları aşağıdakı kimi düzəlir. Bəzən adjective clause qısaldılır. The boy who is playing football. Futbol oynayan oğlan. Digər bir formada the boy playing football kimi də yaza bilərik. Yəni burada who is ixtisar olunub. The book which was written by him. Onun tərəfindən yazılan kitab. Digər bir halda, digər bir variant isə the book written by him kimi deyilə bilər. Burada isə which was ixtisar olunmuşdur. Yəni qısaldılmışdır.